Tibb işçilərinin laqeyd və vicdansız davranışlarına görə 1 ilə qədər həbs ediləcəklər. Bax, beləcə də yazılıb qanunda. Bundan əlavə olaraq protein içənlər yaxın əyləşin, çünki bədəninizə necə bir ziyan vurduğunuzu biləcəksiniz. Bu və digər xəbərləri öyrənmək, bilmək üçün isə sona qədər bizi izləyin, abunə olun və eyni zamanda şərh yazmağı da unutmayın əgər sosial şəbəkələrdən bizi izləyirsinizsə. Xatırladım ki, Saf televiziyasında xəbərlərin vaxtıdır, studiyada Günel İbadovadır. Həkimlərin vicdansız və laqeyd davranışına görə onları 1 il həbs cəzası gözləyəcək. Bu cür qanunun qəbul edilməsinə zərurət vardımı? Məncə, son illərdə baş verən hadisələr göstərdi ki, həqiqətən də var idi. Amma ümid eləyək ki, artıq bu cür məsələlər sadəcə olaraq qanunda olan hər hansı bir tədbir kimi olacaq və onların insanlar tərəfindən istifadəsinə heç bir hal yol verməyəcək. İstənilən halda ölkəmizdə yeni qanun qəbul olunub və tibb işçiləri necə davranmalıdır və yanlış davrandıqları zaman onlara hansı cəzalar gözləyir, bu barədə xəbərdə biləcəksiniz. Laqeyd tibb işçilərinə 1 il həbs cəzası veriləcək. Tibbi xidmətin göstərilməsi qaydalarını pozmaya görə yeni cəzalar müəyyənləşdirilib, bəzi cəzalar isə dəyişdirilib. Dəyişikliyə əsasən qanuna və ya xüsusi qaydalara uyğun olaraq şəxsə kömək etməyə borclu olan tibb işçisinin üzürlü səbəblər olmadan tibbi yardım göstərməməsi, yaxud tibb işçisinin işə vicdansız və ya laqeyd münasibəti nəticəsində öz peşə vəzifəsini yerinə yetirməməsi və ya lazımi qaydaya yerinə yetirməməsi ehtiyatsızlıqdan şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda 2 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya 1 ilədək müddətə azadlıqdan məhrum etməklə cəzalandırılacaq. Bu barədə Cinayət Məcəlləsində, Cinayət Prosessual Məcəlləsində və İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilib. Dəyişikliyə əsasən tibb işçisinin işə vicdansız və ya laqeyd münasibəti nəticəsində öz peşə vəzifəsini yerinə yetirilməməsi və ya lazımi qaydada yerinə yetirməməsi ehtiyatsızlıqdan şəxsin sağlamlığına yüngül zərər vurulmasına səbəb olduqda fiziki şəxslər 500 manatdan 800 manatadək məbləğdə, vəzifəli şəxslər isə 1000 manatdan 1500 manatadək məbləğdə, hüquqi şəxslər 7000 manatdan 9000 manatadək məbləğdə cərimə ediləcək. Qanunsuz abortlara görə də həkimlər üçün xüsusi cəzalar tətbiq olunacaq. Bu barədə də eşitmək üçün diqqətlə xəbərimizi izləyək. Qadının razılığı olmadan və ya yetkinlik yaşına çatmayan gənc qıza süni mayalanma və ya embrionu implantasiya etmə əməlləri ehtiyatsızlıqdan şəxsin sağlamlığına ağır və ya az ağır zərər vurulmasına səbəb olduqda 3 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə və ya 2 ildən 4 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq. Bununla bağlı Prezident İlham Əliyev müvafiq qanun imzalayıb. Həmçinin qanunsuz olaraq biotippi tədqiqatlar aparma və ya qadağan edilmiş diaqnostika və müalicə üsullarını, dərman vasitələrini tətbiq etməyə görə cəzalar dəyişib. Bundan başqa qanunsuz abort etməyə görə cəzalar sərtləşdirilib. Dəyişikliyə əsasən həkim tərəfindən tibb müəssisələrindən kənarda və müvafiq ali tibbi təhsil olmayan şəxsi tərəfindən abort etmə nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına ehtiyatsızlıqdan az ağır zərər vurulduqda 2 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə 1 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 1 ilədək müddətə azadlıqdan məhrum etməklə cəzalandırılacaq. Burun infeksiyalarına qarşı xüsusi mikrorobotlar hazırlanıb. Bu mikrorobotlar sayəsində sadəcə olaraq burnumuza daxil edəcək və bunun nəticəsində robotlar gedib burnumuzun içərisində nə qədər infeksiya varsa onları məhv edəcəklər. Düşünürəm artıq yavaş-yavaş mini mikrorobotlarla bədənimizdəki infeksiyalar, viruslarla savaş dönəmi başladı.
Burun infeksiyalarına qarşı mikrorobotlar hazırlanıb. Burun xəstəliklərinin müalicəsi üçün mikrorobotlar yaradılıb. Araşdırmanın nəticələri nüfuzlu Science Robotics jurnalında dərc olunub. Çin Universiteti tədqiqatçıları burun ciblərində xroniki infeksiyalara səbəb olan bakterial biofilm qatlarını dağıtmaq üçün yeni nəsil mikrorobotlar hazırlayıb. Bu texnologiya bismut oksid və mis hissəcikləri əsasında yaradılıb. Toz zərrəciyi qədər kiçik olan bu hissəciklər infeksiyaya yoluxmuş dovşanların burun ciblərinə yerləşdirilib. Optik lifli kabel vasitəsilə işıqla aktivləşdirilən bu hissəciklər istilik yayaraq seliyi durlaşdırır. Biofilm qatına nüfuz edir və bakteriyaları məhv edən aktiv oksigen formalara ifraz edir. Sınaqlar nəticəsində biofilmdəki mikrobların 90%-dən 1%-ə qədər azaldığı müşahidə olunub. Sağlam toxumalara zərər verilmədiyi müəyyən edilib. Mütəxəssislər bildirir ki, bu üsul gələcəkdə ağciyərlərdə və CD cinsiyyət sistemindəki dərin infeksiyaların müalicəsində də istifadə oluna bilər. Bəzi adamlar var ki, nə qədər diyetə saxlasalar da, gecə-gündüz idmanla məşğul olsalar da arıqlamırlar ya da istədikləri çəkiyə gələ bilmirlər. Bunun səbəbi isə bədəndə genlərin mutasiyasıymış. Bu mutasiyanın səbəbi nədir və ümumiyyətlə mutasiyanı necəsə yola gətirmək olarmı? İstənilən çəkiyə düşməyin bəs ziyanı yoxdurmu? Sualların cavabını növbəti süjetdə sizə Kəmalə Osmanova verir. Genində bu mutasiya olanlar arıqlaya bilmir. Bəzi nadir genetik mutasiyalar insanlarda arıqlama prosesini çətinləşdirir. Xüsusilə bəzi genlər metabolizma və iştaha nəzarət mexanizmlərində mühüm rol oynayır. Məsələn, OTP geni hipotalamus üzərində MC4R reseptoru tənzimləyərək iştaha və enerji sərfiyyatını idarə edir. Siçanlar üzərində aparılan təcrübələr göstərib ki, OTP mutasiyası piyələnməyə səbəb olur. Maraqlısı odur ki, bu hallarda setmenolotit adlı dərman effektiv olmuşdur. Bu barədə araşdırma Science Translation Medicine jurnalında dərc edilib. Digər mühüm tapıntı isə GIPR genindəki variantlarla bağlıdır. Bu genin siçan modelində dəyişdirilməsi iştahı azaldan impulsların yaranmasına və çəki artımının qarşısının alınmasına səbəb olmuşdur. Bu tədqiqatlar genetik testlərin fərdi müalicə strategiyalarında əhəmiyyətini bir daha vurğulayır. Genetik meyilliyi olan insanlar üçün dərman və pəhriz yanaşmaları fərqli tənzimlənməlidir. Bu sahədəki elmi yeniliklər piyələnməyə qarşı fərdiləşdirilmiş müalicələrin inkişafını sürətləndirə bilər. İnsanların təxminən 1/3-i düzgün və balanslı qidalamaya riayət etməsinə baxmayaraq arıqlamaqda çətinlik çəkir. Lakin mütəxəssislər bildirir ki, bu insanlar yenə də sağlamlıqları üçün mühüm fayda əldə edir. Ölümlü dünyadır da, daha bu sözü deyə bilməyəcəyik. Çünki dünya ölümsüz olacaq. İnsanların uzun müddət yaşamağının, ölməməyinin kifayət qədər ciddi araşdırmaları gedir və artıq bilirsiniz, süni orqanlar yavaş-yavaş icad olunmaya başlayır. Hətta bəziləri insanlara transformasiya da olunur, daha doğrusu transplantasiya da olunur. Məsələ burasındadır ki, süni orqanlarla var olan həmin o canlı insan olacaqmı, olmayacaqmı? Bax, budur əsas məsələ. Süni intellekt bizi ölümsüz edəcək. Amerika Birləşmiş Ştatlarının aparıcı alim və futuristləri bildirir ki, 2030-cu ilə qədər texnologiyaların sürətli inkişafı sayəsində insanların qocalma prosesini dayandırmaq və ömrünü əhəmiyyətli dərəcədə uzatmaq mümkün olacaq. Bu inqilabi dəyişikliyin mərkəzində süni intellekt, gen mühəndisliyi və nanotexnologiyaların güclü vəhdəti dayanır. Alimlər gələcəkdə süni intellekt ilə idarə olunan mikroskopik nanorobotların insan orqanizmində hərəkət edərək hüceyrələri bərpa edəcəyini, xəstəlikləri erkən mərhələdə müəyyən edib aradan qaldıracağını və maddələr mübadiləsini dəqiqliklə tənzimləməyəcəyini proqnozlaşdırırlar. Hazırda bu texnologiyalar artıq inkişaf etdirilməkdədir və mütəxəssislər qeyd edir ki, irəliləyiş gözləniləndən də daha sürətlə gedir. Bu isə o deməkdir ki, bəşəriyyətin əbədi həyat arzusu reallığa çevrilə bilər. Protein içib, yaraşıqlı, gözəl və sağlam olmaq istəyənlər yaxın əyləşin. Özünüzün sağlamlığına necə ziyan vurmağınız haqqında sizə çox maraqlı bir material hazırlamışıq. Protein ziyanları haqqında biləcəksiniz. İndi.
Protein tozları xərçəng riskini artırır. Zülal tozları bağırsaq xərçəngi riskini artıra bilər. Son 30 ildə gənclər arasında yoğun bağırsaq xərçəngi hallarında 80%lik artım müşahidə olunub. Mütəxəssislər bu narahat edici tendensiyanı qidalanma vərdişləri ilə, xüsusən də protein tozları və digər emal olunmuş əlavələrin geniş istifadəsi ilə əlaqələndirilir. Araşdırmalara görə bu məhsulların tərkibindəki emulgatorlar və ya aromatizatorlar mədə-bağırsaq sisteminə mənfi təsir göstərir. Həkimlər bildirir ki, onlar bağırsaq divarını zəiflədir, faydalı bakteriyaların sayını azaldır və toksinlərin səviyyəsini artırır. Nəticədə iltihab və xərçəng kimi ciddi sağlamlıq problemləri yaranır. Mütəxəssislər zülal mənbəyi kimi daha çox təbii qidaların, yumurta, balıq, ət və paxlalılardan istifadə etməyi tövsiyə edir. Eyni zamanda idmanla məşğul olanların protein tozlarını seçərkən tərkibinə diqqət yetirmələri vacibdir. Təbii və əlavə maddələrsiz məhsullara üstünlük verilməsi xərçəng riskini azaltmağa kömək eləyə bilər. Bugün olan səhiyyə xəbərlərimiz bu qədər. Dünyada və ölkədə baş verən ən vacib tibb xəbərlərini bizdən izləyin. Unutmayın, bilmək hər zaman bir addım öndə olmaq deməkdir. Özünüzü və doğmalarınızı qoruyun. Sağ olun, salamat qalın.